Slovakiyanın paytaxtı Bratislavada 28 may Müstəqillik Günü münasibətilə rəsmi qəbul keçirilib. Azərbaycanın Slovakiyadakı səfirliyinin və fəxri konsulluğunun təşkilatçılığı ilə keçirilən tədbirdə Slovakiya Respublikası Milli Şurasının sədri Richard Rashi, Baş nazirin müavini Ətraf Mühit naziri Tomasz Taraba, Slovakiya Respublikası Prezidentinin ofis rəhbəri Peter Vadraşka, Slovakiya parlamentinin və hökumətinin üzvləri və digər rəsmi şəxslər iştirak edib. Azərbaycanın və Slovakiyanın dövlət himnləri səsləndirildikdən sonra səfir Vüsal Abdullayev çıxış edərək 107 il əvvəl müsəlman dünyasında ilk dünyəvi demokratik respublika qurulduğunu elan edərək Azərbaycan Xalq Cümhuriyyətinin keçdiyi şanlı yol və qəbul etdiyi mühüm qərarlar barədə məlumat verib. Azərbaycan diplomatı xalqımızın ümumilli lideri Heydər Əliyevin siyasi kursunun Azərbaycan Respublikasının prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini vurğulayaraq, ölkəmizin müstəqilliyinin və suverenliyinin möhkəmləndirilməsi, ərazi bütövlüyünün bərpası, sosial-iqtisadi tərəqqisi və beynəlxalq səviyyədə nüfuzunun artması sahəsində əldə olunmuş nailiyyətlər barədə söz açıb. Tədbir iştirakçılarının həmçinin diqqətinə çatdırılıb ki, Azərbaycan Respublikası Konstitusiyasının qəbulunun 30-cu il dönümü münasibəti ilə 2025-ci il Azərbaycanda konstitusiya və suverenlik ilə elan olunub. Eyni zamanda səfir bu il Vətən müharibəsində şanlı zəfərimizin 5-ci il dönümünün olacağını qeyd edərək, işğaldan azad edilmiş ərazilərimizdə aparılan bərpa quruculuq işləri haqqında danışıb. Tədbirdə fəxri qonaq qismində çıxış edən Slovakiya Respublikası Milli Şurasının sədri Richard Rashi Müstəqillik Günü münasibəti ilə ölkəmizi təbrik edib, Azərbaycan xalqına sülh, rifah və davamlı uğurlar arzulayıb. O, Avropa İttifaqının və Slovakiyanın vacib tərəfdaşı olan Azərbaycan Respublikasının Avropa və Asiyanın kəsişməsində yerləşməklə enerji təhlükəsizliyi, regional sabitlik və iqtisadi inkişafın təmin edilməsi baxımından mühüm rola malik olduğunu vurğulayıb. Slovakiya parlamentinin sədri Slovakiya şirkətinin Qarabağda ağıllı kənd layihəsinin həyata keçirilməsinin ikitərəfli münasibətlərdə uğurlu nümunə olduğunu da qeyd edib. Tədbir çərçivəsində Azərbaycan xalqının ümumilli lideri Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş fotosərgi nümayiş etdirilib.